Satilikdən dərinliyə, xəbərdən təhlilə, insandan cəmiyyətə, vaxtdan tarixə. Ayrılan baxış bucaqları burada birləşəcək. Hər vaxtınız xeyir əziz tamaşaçılar. Hər həftə yenə də ölkə gündəmini, o cümlədən dünya gündəmini, ən yadda qalan hadisə və xəbərlərlə sizin qarşınızdadır. Beləliklə bu həftə bizim baxış bucağımıza düşən mövzular bunlardır. İnşallah Azərbaycan bayrağını Avropalarda, olimpiyadalarda qaldırmağa hazır olacaq. 8 yaşlı Ayxanın 11 il sonra Çin olan böyük arzusu. Yəni o da şükürlər olsun Allaha ki, gətirdi və çempion oldu. Avropa oyunlarının qalibinin Space TV ilə birgə keçən uğur yolu. Biz bura indi qələbə sevinci ilə gəlmişik. Space TV-nin müxbiri Ayxanın qalib gələcəyini əvvəlcədən necə təxmin elədi? Siz onda düzdür, mən bunun qalibiyyətinə inanıram. Bəli. Sözlərinin üstündə duran karatecilər və Brilliant oğlanın qızıl qələbəsi. Rafael Ağayev Space TV-yə qələbələrinin sirrini açıqladı. İdmançı göydən yerə düşməlidir və yerdən göyə qalxmağı bacarmalıdır. Atletlər və media kəndində bir gün. Bax elə, bu əcnəbi qardaşımız kimi. Düzdür. Çox sağ ol. Şok qəşəngə. Əcnəbilərin idman sevinci. Və bir həftədən sonra Avropa oyunlarının bağlanış mərasimində bizi hansı sürprizlər gözləyir? Daha möhtəşəm, daha yadda qalan olacaq. Erməni lobbisinin yeni hədəfi Bakı 2016 şahmat olimpiyadası. Avropa oyunlarından mat qalan ermənilər olimpiyadaya necə mane olmaq istəyir? Avropa İnsan Hüquqları Məhkəməsində tarixi qərar. Laçınlı məcburi köçkünlərimiz Ermənistana necə qalib gəldi? Və qara cinayətin ağ üzü. Birləşmiş Ştatlarda irqi zəmində növbəti faciə. Ağ dərili cinayətkarın həbs görüntüləri niyə böyük qalmaqala səbəb oldu? Avropanın ən böyük idman yarışı tam sürətlə davam edir. İlk Avropa oyunlarının 9-cu günü hesabına 3 mükafat daha əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 33-ə çatıb. İlk 9 gündən sonra Azərbaycan 14 qızıl, 6 gümüş, 13 bürünc medalla komanda hesabında ikinci pillədəki mövqeyini qoruyub. Bu siyahının lideri şimal qonşumuzdur. İyunun 20-sini daha 9 medal əldə edən Rusiya izləyiciləri ilə fərqi bir qədər də artırıb. Hesabına 59 mükafat olan Rusiyalıların medallarından 29'u qızıl, 17'si gümüş, 13'ü isə bürüncdür. Üçüncü pillədə isə dəyişiklik olub. Bugün aktivinə 2 qızıl, 2 gümüş, 1 bürünc medal yazdıran Almanya komanda hesabında 3-cü sıraya yüksəlib. Ümumilikdə götürsək Bakı 2015'in ilk 9 günündə ümumilikdə 377, 115 qızıl, 115 gümüş, 147 bürünc medalın sahibi müəyyənləşib. 38 ölkə təmsilçisi medal qazanıb ki, onlardan 23'ü çempionluq sevinci yaşayıb. Əlbəttə, bugün də yarışlar və medallar olub. Siz bu barədə daha ətraflı hər həftədən dərhal sonra Space TV-də efirə gedəcək ilk Avropa oyunlarına həsr olunan hər gün idman verilişindən xəbər tutacaqsınız. Mən isə Avropa oyunlarının sözün əsl mənasında tapıntısı olan, bu həftə daha bir qızıl medalı Azərbaycanın aktivinə yazdıran bir gənc haqqında danışacağım. Onun cəmi 19 yaşı var. Amma o artıq Azərbaycanlıların qəlbində öz yerini tutub. Ən maraqlısı odur ki, bu gəncin qələbəyə gedən yolunda bizim Space kanalı həmişə onun yanında olub. Böyük yarış öncəsi biz onun ailəsinin qonağı olmuşuq. Hətta düz 11 il əvvəl gənc Ayxan böyük idmana ilk addımlarını atanda da o Space TV-nin kamerası qarşısında olub. Təxminən bir ay əvvəl biz bu məhəlləyə, bu ünvana gəlmişdik. Həmin vaxt bura gəlməyimizə məqsəd Avropa oyunlarına hazırlaşan taekwondo yığmamızın gənc üzvü Ayxan Tağzadə və onun ailəsi ilə müsahibə edir. Çalışıq ki, Azərbaycanın bayrağını yüksəldək. Yəni, əlimdən gələni eləyəcəm inşallah. Sən mənim oğlumsan, başqaları baxıb sənə nümunə götürməlidir. Oraya geçsəm, Ayxan da bəlkə həyəcanlanar ki, baxma, anam yanımdadır, anam izləyir. Bizim bura ikinci dəfə gəlməyimizdə məqsəd isə Ayxanın Avropa oyunlarında qızıl medal qazanıb qalib gəlməyidir.
Biz bura indi qələbə sevinci ilə gəlmişik. Başlayaq Ayxanın qələbəyə gedən yolundan. Amma deyəsən bu elə də asan olmayıb. Avropa oyunlarından öncə dünya çempionatında məğlub olan idmançımız özündə güc tapmağı bacarıb. Böyük səylə ölkəmizə keçirilən böyük idman yarışına hazırlaşıb. Çətin idi, doğrudan da çətin idi. Keçən ay dünya çempionatında uduzdum, mən məğlub oldum. Səhvim oldu, amma o səhvləri eləməmək üçün məşqlərimi daha da yaxşı elədim. Gündə 2 dəfə məşqlər edirdik, bəzi günlər 3 dəfə məşq edirdik. Məşqlərdə olurdu, yorğunçuluq olurdu, həvəssizlik olurdu, amma onları bir qırağa atıb ancaq Avropa oyunlarını düşünürdüm və məqsədimə çatmaq üçün gərək məşq eləyim də dayanmadan və elə də oldu. Finala qədər rahat irəliləyən Ayxan həlledici oyunda bir anlıq onu arenada və evdə televizor qarşısında izləyən çoxsaylı azarkeşlərinə həyəcanlı anlar yaşatdı. Hətta yarım finalda Olimpiya çempionu İspan idmançı ilə görüşü də rahatlıqla 7-3-dan Ayxan bu dəfə çox ciddi rəqiblə üz-üzə idi. Hesabda 9-4 irəlidə olmasına baxmayaraq üstünlüyü əldən verilməsi hesabın bərabərləşməsinə səbəb oldu. Amma nə yaxşı ki, həyəcanlı keçən dəqiqələr, hətta deyərdim saniyələr xoş sonluqla bitdi. Artıq 3-cü raunda gedəndə son 2 dəqiqə qalmışdı. Məşqçim də mənə taktika verdi və o taktikaya uyğun 2-ci raund bütün nə qədər əlimdən gələn varsa onu ortaya qoydum və 3-1 hesabından 9-4 önə keçdim mən. 8 xal aldım 3-cü raundda. Lakin xallar buraxdım, təzədən yenə xallar bərabərləşdi, oldu 9-9 və getdik sonuncu raund, yəni artıq qızıl xal. Yəni bu artıq qismətdir, lotereya kimi bir şeydir. Yəni o da şükürlər olsun Allaha ki, götürdüm və çempion oldum. Ayxan qalib gəldi, hamımızı sevindirdi. Amma özünün qələbə sevinci bir başqa oldu. Çempion olanın yəni içimdən nə gəldi o oldu. Yəni o əvvəlcədən planlaşdırmamışdım ki, çempionsan belə edəcəm. Bir şey planlaşdırmışdım ki, bayrağımızı yüksəldəcəm. O yəni çempion olmasa o sevinç hissələri özü gəlir. Ayxanla söhbətə biraz ara verib onun ailəsi ilə söhbət edirəm. Ayxanın hələ 3 yaşında olarkən idmana başlamasında atasının böyük rolu olub. Taekwondo müəllimi olan Əvəz müəllim hər iki oğlunu öz ardıca aparır. Xoş bir xatirə isə odur ki, gənc Ayxanın böyük idmana ilk addımlarında Space kanalı onun yanında olub. O ilk müsahibəsini də məhz bizim kanala verib. 3 yaşından taekwondo ilə məşğul olan, 8 ildir davam edirəm və yenə davam edəcəm. İnşallah Azərbaycan bayrağını Avropalarda, Olimpiyadalarda qaldırmağa hazır olacam. Bugün oğlunun uğurları ilə fəxr edən ata ötən günləri də unutmur. Ayxan qucağımdaydı, 3 yaşı var idi. Fərid də balacaydı, əlimdən tutmuşdum. O qarda metroya qədər mən üzü küləyə aparırdım bunları, məşqə gedirdik. Sübh vaxtı saat 6-da məşqimiz başlayırdı. O heç yadımdan çıxmır. Mən hər dəfə bunların hansı yoldan gəliblər suala, həmişə o gözümün önünə gəlir ki, o qar vururdu, soyuq. Bu əziyyətlərlə yəni gediblər. Bilirsiniz, idmançı, elə belə idmançı olmaq normal bir şeydir, çox gözəldir, sağlamdır. Amma profesional idmançı olmaq üçün can qoyursan, yəni. Bir çox analar kimi Ayxanın anası Təranə xanım da oyunun keçirildiyi arenaya getməyib. Oğlunun onu görüb həyəcan keçirəcəyindən çəkinib. Qohumları, qonşuları başına yığıb evdə baxıblar. Amma deyəsən Təranə xanım evdə baxsa da hamıdan çox həyəcan keçirib. 9-4, 9-5 udurdu da. Ay Allah, saniyələr dedim, bu saniyələr niyə bitmir, bu saniyələr niyə qutarmır? İnarsız əlimdə olsaydı o saniyələri belə dartardım, qutarsın. Sonra gördüm, yox, gəldi 9-9 oldu. Yenə də bir pərişan oldum. Yenə dedim, şükür Allahın qismətinə. Şükür Allahın qismətinə. Amma o ki utdu, dedim yox, qurban olmalar. Birinci yer elə birinci yerdir. Allah onu bizə qismət elədi. Bir də ki, siz də inanırdınız, onun qalibiyyətinə inanırdınız. Çünki keçən dəfə o bizdə reportaj hazırlananda siz dediniz ki, onun gözündəki parıltını gördünüz, parıltını sezdiniz və operatora dediniz ki, həmin o parıltını gördüm, onu bir daha götür gözündəki parıltıya. Elə bir ki, siz onda dediniz ki, mən bunun qalibiyyətinə inanıram. Deməli, inanmışam. Bəli. Ayxanın böyük qardaşı da bir vaxtlar idmançı olub. Ayxan elə bəlkə də ona baxıb həvəslənib. Sonradan qardaşının zədə alınması idmandan uzaqlaşmasına səbəb olub. Bugün Ayxan qazandığı uğurlarla qardaşını keçməyə bacarıb. Ayxan 3 yaşından ata idmanı gətirdi və başladıq bir yerdə irələməyə. O vaxtları mən qabaqda olsam da vaxt keçdi.
Qardaşım məni çox-çox üstələdi. Mənim üçün bu fəxirdir. Özümdə olmayan uğurları qardaşımda görürəm və bu məni çox sevindirir. Çox sevindirici haldır ki, mənim qardaşım məndən daha uğurludur. Yəni bundan sonra da inşallah ki, daha uğurlar çox olacaq və onun uğuru mənim uğurumdur. Ayxanın ailə üzvləri ilə biraz söhbət etdikdən sonra yenidən qayıdaq idmançımıza. O bundan sonra nə etmək istəyir? Növbəti plan, növbəti məqsəd nədir? İnşallah yenə tarix yazmağı düşünürəm taekvondoda və inşallah 2016-cı ildə Rio Olimpiyadası var. Məqsədim indi ki, məqsədim ancaq odur. Gördən odur ki, Ayxan çox iddialıdır. Niyə də olmasın ki? 19 yaşı olan idmançımız əgər bu günə qədər böyük uğurlar əldə edibsə, bundan sonra da edə bilər. İndi Avropa oyunlarının qalibi kimi təqdim etdiyimiz Ayxan Tağzadəni bir gün Olimpiya çempionu kimi təqdim etmək arzusu ilə Mürvət Salikoğlu, Etibar Qurbanov xüsusi olaraq tərəfdə üçün. Yeri gəlmişən Ayxan Tağzadə qələbəsindən sonra ona zəng edən ölkə başçısına da 2016-cı ildə keçiriləcək Rio Olimpiyadasında qızıl medal qazanacağına söz verib. Əlbəttə, biz də Space TV olaraq onun və bütövlükdə idmançılarımızın nailiyyətinə sevinirik və uğurlarının bol olmasını arzuluyuruq. Daha bir qızıl medalın sahibi, bütün dünyada Azərbaycan karatesini ən yüksək səviyyədə təbliğ edən, dünya karate sevərləri arasında brilyant oğlan kimi tanınan Rafael Ağayev də qələbəsindən sonra bizim qonağımız oldu. Onunla Avropa oyunlarının Azərbaycanlı idmançı üçün hansı əhəmiyyət daşımasından tutmuş, karate komandasının qələbə ilə bağlı ölkə başçısına verdiyi sözə qədər ən müxtəlif məsələlərə toxunduq. Söhbətimiz kifayət qədər maraqlı alındı. Key point, the perfect punch, or the picture perfect moment. Fuzli Mazayev, the coach, understands Rafael Agiev has won everything that karate has to offer, and let's add to that European Games champion, to the delight of the president. Səni təbrik edirəm bu nailiyyət münasibəti ilə, böyük uğurdur və mən səninlə ilk olaraq bu sualı vermək istərdim ki, doğma divarlar arasında keçirilən bu Avropa oyunlarında qazanılan qızıl medal sənin bundan əvvəl qazandığın dünya çempionatına və Avropa çempionatına qazandığın qızıl medallardan nə ilə fərqlənir? Sənin üçün bunun əhəmiyyəti onlardan daha çoxdurmu? Mən hər bir medalımı eyni səviyyədə dəyərləndirirəm. Avropa çempionatı, dünya çempionatı, Avropa oyunları sadəcə olaraq məsuliyyət baxımından Avropa oyunlarında məsuliyyət çox idi, 1-ə 5 idi. Çünki düz qeyd elədiniz ki, doğma divarlar arasında çox çətin idi. Yəni, hamı elə bilir ki, öz vətənimizdə də asan olacaq, elə olacaq, belə olacaq. Amma doğrudan da bu yarış çox çətin yarış idi. Çox möhtəşəm açılış oldu və açılışdan bir gün sonra o cür həyəcan oldu və sıxıntı oldu və karate ilə starta başladıq və ilk gündə də mən 75 çəki dərəcəsində çıxış edirdim və düzdür, çəkimdə favorit sayılırdım. 8 idmançı var idi və bunların hər birini mən disklərini izləmişdim, yəni taktika cəhətdən. Onlar da ki, sözsüz ki, məni izləyirdilər. Düzdür, çox çətin olsa da, yəni doğrudan da bu yarışa çox güclü hazırlaşmışdıq. Yəni, necə deyim sizə, Qəbələdə qeyri-başqa bir Azərbaycan rayonlarında demək olar ki, təlim məşq toplantısı keçirilmişdi və bir gündə 2 dəfə məşq edirdik və doğrudan da hazırlaşdıq. Bizim karate idman növü elə bir, yəni Rəhman müəllim sağ olsun, baş məşqçimiz elə bir fundament qoyub ki, orada biz bir ailə kimiyik. Yəni pis günümüz də olur, yaxşı günümüz də olur, göz yaşlarımız da olur məşqdə, sevincli günlərimiz də olur. Amma mən fürsətdən istifadə edib onu demək istəyirəm ki, mən bütün idmançılara onun arzum budur ki, yəni fərq etməz, karate olsun, taekwondo, dzido və yaxud voleybol, bütün idmançılarımıza qələbə arzulayıram və onların sevinci, göz yaşları ancaq qələbədən olsun, yəni kədərdən yox. Çox çətin oldu, amma hədəfim 2015-də ancaq Avropa çempionatı və Avropa oyunları idi və bilirsiniz ki,
14-cü ildə, 2014-cü ildə bir il mən tatamidən uzaq oldum, döşəkdən, zədə səbəbindən, amma Allaha qurban olum, ayaqüstü oldum və qatıldım yığmaya və yenə də öz sözümü və Azərbaycanı ümumiyyətlə bütün dünyaya sübut elədim ki, karatedə Ağayev Rafael var, yaşayır. The video review is declined. Well, if you want a Hollywood ending to a wonderful competition, this is karate. This is Rafael Agiev. Sometimes dreams come true, and it is a golden moment for Baku and Azerbaijan. Rafael Agiev, he earned it the hard way. Spare a thought for Luigi Busa, a double world champion in his own right. There can only be one winner, and it is this man here in blue. A Azeri local crowd. Rafael, karateçilərin həmişə belə bir arzusu olub ki, nə vaxtsa karate idman növü olimpiya idman növlərinə daxil olsun. Əlbəttə ki, təəssüf ki, biz bunu hələ ki müşahidə eləməmişik, amma ölkə başçısının təşəbbüsü ilə, Azərbaycan prezidentinin təşəbbüsü ilə bu dəfə karate idman növü Avropa oyunlarına daxil edildi və əldə olunan qızıl medallar və müxtəlif əyarlı digər medallar səncə necə düşünürsən? Siz karateçilər olaraq sizə bəslənən ümidləri bu Avropa oyunlarında tam olaraq doğrulda bildinizmi? Mən bir şey nəzərinizə çatdım ki, 2013-cü ildə İslam oyunlarında orada da birinci olduq, komandada, şəxsidə də birinci oldum və prezidentlə görüşdə, möhtərəm prezidentimizə İlham Əliyevlə, cənabları ilə görüşdə bizə bir sual verdi ki, dedi, karateistlər, sizdən qızıl medal gözləyim. Belə bir sualla dedi və bizim prezidentimiz Yaşar Bəşirov belə cavab verdi ki, mütləq qızıl medal olacaq. Düzdür, 4 dənə söz verməmişdik, amma qızıl medal söz vermişdik və müəllimlərin fikirləşdiklərindən çox bu dəfə, necə deyərlər, qələbə oldu, qızıl medal oldu və bundan irəli gəlir ki, bizim əziyyətimizdən, bizim, necə deyərlər, alın tərimizdən, necə deyərlər, çox əziyyətimizdən ki, bu da bəhrəsini verdi, amma həqiqətən də mən hər bir məşq yoldaşımı və bütün Avropa oyunlarında kim medal qazanıb, hamısını təbrik edirəm, ailələrini, özlərini və bir şey də demək istəyirəm ki, bizim, məsələn, elə idmançılarımız var ki, yer tutmadılar, amma adlı sanlıdırlar, məsələn, Atamov Şahin də bizim kapitan komandada yer tutmalı və qeyri bir idmançılarımız var. Mən istəməzdim ki, onları, məsələn, fərq etməz. İdmanda hər bir insan bir insana uduza bilər. İnternet şəbəkələrdə yazırlar, məsələn, idmançılarımız haqqında xoşa gəlməyən sözlər. Mən bunu demək istəyirəm ki, bütün Azərbaycan xalqa bizim idmançılarımız Robert deyir, idmançı, profesional idmançı udmağı və uduzmağı bacarmalıdır. Bir idmançı göydən yerə düşməlidir və yerdən göyə qalxmağı bacarmalıdır. Uduzmasan, udmağın ləzzətini bilmərsən. He's given everything to this sport. It has rewarded him with this wonderful moment here in the Crystal Hall Arena in Baku. Bütün dünyada sən tanınırsan, sənə müxtəlif ləqəblər qoyurlar, brilyant oğlan deyirlər. Yəni bu əlbəttə ki, sən o əziyyətin və gecə gündüzü bu karateye həsr eləməyin nəticəsində əldə olunub. Məli, mən sonunda səndən sual vermək istərdim ki, sən Azərbaycanda karate idman növünün gələcəyini necə görürsən və bundan sonra da Rafael kimilər yetişəcəkmi? Bilirsiniz, düz qeyd elədiniz, bu Avropa oyunlarına qədər biz öz ölkəmizdə, Azərbaycan ölkəsində o qədər də tanınmırdım. Yəni, sözün düzü daha çox Avropada və dünyada çox tanınır, hamı tanıyır, dünyada və Avropada və artıq bu Avropa oyunlarında qələbədən sonra, himimizi səsləndirməkdən sonra şəhərdə belə hər bir insan yaxınlaşır, şəkil çəkdirir, yəni təvəkkülkarlıq olmasın, mən bundan fəxr edirəm və amma özümə çox arxenini yaratmıram, çünki inşallah bir 10 gün, 15 gündən sonra yenidən fiziki məşqlərimə başlayacağım və məşqlərimi davam edəcəm. O ki, qaldı karatenin indiki səviyyəsində. İndi bizim milli komandamız, hal-hazırda dünyada 5 dənə komanda varsa, o 5-liyin arasındadır. Bunu mən yox, bunu bütün dünya bilir və gənclərə əlbəttə ki, bizdən sonra da gənclər gəlir. İnşallah düşünürəm ki, düzdür,
nə deyə bilərəm, hamısına uğurlar arzu edirəm. Düşünürəm ki, bizdən sonra gələn pokoleniyada, yəni bizdən sonra gələn gənc nəsildə də Avropa dünya çempionları olacaq. İnşallah karate gələcəkdə olimpiya oyunlarına, yay olimpiya oyunlarına düşərsə, orada mütləq Azərbaycan himni səsləndirəcək. Sonda bir daha sənə minnətdarlığımı bildirirəm studiyamıza gəldiyimizə görə və hər həftənin kollektiv adından, o cümlədən Space TV-nin rəhbərliyi adından səni bir daha təbrik edirəm və ümid edirəm ki, sizin timsalınızda bütün idmançılarımız bundan sonra da böyük uğurları ilə bizi sevindirəcək. Well, it's very rare in sport that you get a perfect ending to a perfect day. Rafael Agiev, he's added European Games golden glory to his illustrious career. A tremendous moment for him, for all of the Azeri fans here in Baku. Luigi Busa gave it all he had, but it was Rafael Agiev who takes the gold medal here in Azerbaijan. Atletlər və media kəndində bir gün. Bax elə, bu əcnəbi qardaşımız kimi. Düzdə. Çox sağ ol. Şok qəşəngə. Əcnəbilərin idman sevinci. Və bir həftədən sonra Avropa oyunlarının bağlanış mərasimində bizi hansı sürprizlər gözləyir? Daha möhtəşəm, daha yadda qalan olacaq. Erməni lobbisinin yeni hədəfi Bakı 2016 şahmat olimpiyadası. Avropa oyunlarından mat qalan ermənilər olimpiyadaya necə mane olmaq istəyir? Avropa İnsan Hüquqları Məhkəməsində tarixi qərar. Laçınlı məcburi köçkünlərimiz Ermənistana necə qalib gəldi? Və qara cinayətin ağ üzü. Birləşmiş Ştatlarda irqi zəmində növbəti faciə. Ağdərili cinayətkarın həbs görüntüləri niyə böyük qalmaqala səbəb oldu? Rafael'lə müsahibəyə əlavə olaraq onu deyə bilərəm ki, bu böyük bir fəxrdir. Söhbət ondan gedir ki, təsəvvür edin, karate uzaq şərqin idman növü olsa da, bu idman növü üzrə Azərbaycan millisi dünya üzrə ilk üçlükdədir. Bu bizi sevindirir, amma bizi üzən hadisələr də var. Misal üçün, 1-ci Avropa oyunlarla bağlı anti-Azərbaycan qüvvələrinin atdığı addımlar və qarayaxma cəhdləri Avropanın tarixində ilk dəfə keçirilən oyunların məkanı kimi Azərbaycan seçiləndə bu qüvvələr Bakının bu oyunlara ev sahibliyi etmək iqtidarında olmadığı iddiasını irəli sürürdülər. Əminik ki, hafizələrdən silinməyən açılış mərasimi ilə onların iddiaları və istəkləri alt-üst oldu. İndi biz bir daha həmin qüvvələrin kim olduğunu, kimə qulluq elədiyini və hansı qondarma iddialarla çıxış etdiyi haqda danışmaq istəməzdik. Bu barədə ötən həftə fikrimizi dedik. İndi isə yaranmış bayram əhvalını həmin qüvvələr istəsələr də poza bilməzlər. Sizə yalnız bir video göstərəcəm. Bakıya gələn İspan, İsveçrəli, Rus və Ukraynalı idmançılar və onların ailələrinin birgə sevinci. Məncə, sadəcə bu video belə kifayət edir ki, biz ilk Avropa oyunlarının sözün əsl mənasında bir böyük bayrama çevrildiyini bəyan edək. ¿Cómo que nos vemos en casa? Sí, mañana por la tarde. Bueno, pero vídeo no, que yo salgo muy mal. De su país. Bu videodan gördüyünüz sevinci, xoş əhval-ruhiyyəni biz idmançıların oyunlar zamanı daimi yaşayış yeri olan atletlər kəndi və Bakıdan xəbərləri dünyaya çatdıran media işçilərinin kəndində də müşahidə elədik. Həmin kəndlərdən həftə ərzində xüsusi reportajlar hazırlayan həmkarım Bəturə Nəbiyevanın təəssüratları o qədər çoxdur ki, bunun üçün hətta bir video reportaj belə kifayət eləmir.
Amma bununla belə biz qərara gəldik ki, mütləq bu təəssüratları, əziz tamaşaçılar, sizinlə də bölüşək. Beləliklə, atletlər və media kəndi haqqında gördüklərimiz, eşitdiklərimiz və çəkdiklərimiz. Buranı informasiya otağı da adlandırmaq olar. İlk Avropa oyunlarını işıqlandırmaq üçün akreditasiya olunmuş əcnəbi jurnalistlərin bir araya gəldiyi bu məkandan dünyanın 30-dan artıq ölkəsinə xəbərlər göndərilir. Bura isə media kəndinin iş otağıdır. Demək olar ki, eyni saatda 300-yə qədər jurnalistin rahat işləməsi üçün burada hər cür şərait yaradılıb. Jurnalistlər yarışların keçirdiyi arenalara gedirlər, çəkilişlərini, reportajlarını hazırlayırlar və gəlib burada rahat şəkildə yazıb ölkələrinə göndərə bilirlər. Burada demək olar ki, hər kəsin elə sabit olaraq öz yeri də var. Hətta gözümüzə Rusiya bayrağı sataşdı. Rusiyalı jurnalistlər özləri arenalarda olsalar da bayraqları buradadır. Yəni biz bura qayıdacağıq. Hər bir müsabaqə için arkadaşlarımız, foto muhabirlerimiz orada fotoğraf çekiyorlar ve bunu tüm dünyaya servis ediyorlar. Sadece Türkçe değil, bir sürü dilde bu haberler çevriliyor. Anadolu Ajansı'nın dünyadaki tüm abonelerine gönderiliyor. Mən Estoniyadan gəlmişəm. Qəzet jurnalistiyəm. Neçə gündür ki, yazılar yazıb göndərirəm. Fərqli mövzularda. Təşkilatçılıqdan, münasibətdən, yarış arenalarından. Çox yaxşı təşkilatçılıq gördüm burada. Əla hazırlaşılıb. Çox sağ ol. Bura isə əcnəbi jurnalistlərin həm dincəlməyi, həm də kiçik qəlyanaltı etmələri üçün hazırlanmış məkandır. Belə ki, onlar rahat şəkildə gəlib burada oturub həm canlı-canlı musiqi dinləyə bilirlər, həm də qəlyanaltı edirlər. Hətta bəzi jurnalistlər öz kiçik notebooklarını götürüb gəlib burada işləyə də bilərlər. Bax elə, bu əcnəbi qardaşımız kimi. Düzdür. İdman jurnalistiyəm. Burada yaradılan şərait yüksək səviyyədədir. Rahat işləmək üçün hər cür şərait var. Materialları anındaca göndərə bilirik. İnternet güclüdür. Londondan gəldim. 6 gündür ki, buradayam. Hələ bir neçə gündə burada olacağam. Baxmayaraq ki, ilk dəfədir gəlirəm Bakıya, çox doğma gəldi mənə. Bir sözlə, hər şey gözəldir burada. Yarışın keçirildiyi arenalar da çox möhtəşəmdir. Jurnalistlərin maraqlı reportajlar hazırlamaq imkanı burada daha böyükdür. 1500 jurnalist artıq neçə gündür ki, yarışların keçirildiyi arenalarda çalışır, çəkilişlər edir, reportajlar yayımlayırlar. Fərqli ölkələrdən olduqlarına görə yayım vaxtları da fərqli olur və bununla yanaşı bəzi suallar da təbii ki. Jurnalistlərə məsuliyyətlə yanaşıram. Müxtəlif ölkələrdə keçirilən bu kimi tədbirlərdə də təşkilatçı kimi jurnalistlərlə çalışmışam. Onlarla işləmək mənə rahatdır. Bu otaqsa jurnalistlərin rahat və sərbəst işləmələri üçündür. Belə ki, istənilən yerli və xarici jurnalist əvvəlcədən müraciət etməklə, yəni qeydiyyatdan keçməklə, istənilən ölkənin idmançısı və yaxud məşqçisi ilə söhbət etmək istəyirsə, bura dəvət edə bilər, söhbətini rahat şəkildə apara bilər və hətta çəkiliş də edə bilər. BBC-nin müxbiriyəm. Açılış günündən buradayam. Möcüzələrlə dolu açılışdan da bəzi məqamlar çəkdim. Çox gözəl idi. Əla reportajlar hazırlayıram. Bura Atletlər kəndinin istirahət məkanıdır. Belə ki, idmançılar yarışlardan sonra burada gəlib dincələ, istirahət edə və yaxud da digər yarışları monitordan canlı-canlı izləmək imkanındadılar. Kənd deməyə dilimiz gəlmədiyi bu məkanda bir huzur yaşandığı göz önündədir. Yaşıl otların üstündə uzanıb günəşlənənlərin, ağac altında gölgələnənlərin mənzərəsi əslində dediklərimizi tam isbatlayır. İdmançılar əsl yay istirahəti yaşayırlar burada. Əcnəbi idmançılar Bakı günəşinin dadını çıxarmağı da bir fürsət bilirlər. Onlar deyirlər ki, gərgin idmandan sonra belə gözəl bir məkanda istirahətin bir ayrı ləzzəti var. Özü də günəşin xüsusilə. Günəş Əlada. Mən Londondan gəlmişəm, gimnastam. Yarış meydanında dünən çıxdım və 6-cı yerə sahibləndim. Doğrudur, medal qazana bilmədim, amma hər halda bu oyunlarda iştiraki belə uğur hesab edirəm. İndi isə istirahət edirəm. Mənim vətənimdə hava həmişə çiskinli olur. Burada isə günəş çox gözəldir. England is always raining, so this is perfect. Salam Bakı. Bakı necə? Bakı güzel. Çox sağ ol. Mən də əcnəblərə baxıb bir istirahətin dadını çıxarmaq istədim. Amma həm də müsahibim yanımda olduğu üçün belə müsahibə almaq istədim. Görüm necədir. Haydi, deyil.
Çox xoşuma gəldi buranın havası. Əsl istirahətli idi. Bu gözəl havada oturub kitab oxuyuram, dincəlirəm. Təşkilatçılığa gəlincə isə çox mükəmməldir. Hələ bir neçə gün də qalmağı düşünürəm. Yaxınlaşdığımız digər idmançılar isə Portuqaliya millilərinin üzvləridir. Keyfləri də yerindədir. Həm şəraitdən, həm mühitdən, həm də münasibətdən razıdırlar. Bakıda gördüyüm istilik və səmimiyyət yaddaşıma yazıldı. Unuda bilməyəcəyim anlar yaşayıram burada. Dostlara da demişəm, tez-tez gələcəm Bakıya. Məni ən çox təsirləndirən Rusiyalı idmançıların alqışlanması oldu. Bu səmimiyyətə heyran oldum. Şok qəşəngə. Atletlər kəndində təşkil olunan ticarət mərkəzində Bakı 2015 ilk Avropa oyunlarının simvolları olan müxtəlif aksesuarlar da təklif olunur idmançılara. Elə burada olduğumuz müddətdə də müşahidə eləyəndə gördüm ki, daha çox bu suvenirə üstünlük verirlər idmançılar və daha çox götürürlər bundan. Mən suvenir aldım özümə. Ölkəmə qaydanda həmişə buranı xatırlamaq üçün bu çaşkada çay içəcəm. Bakını heç vaxt unutmayacağam. Belarusiyadan gəlmişəm. Suvenir seçmək istəyirəm. Həm dostlarıma, həm ailəmə. Kəndə gəlincə isə çox rahatlıqdır burada. Hər şərait var yaşam üçün. Bir kəndə bir el yox, bir dünya sığışıb. Dilindən, dinindən, dərlərinin rəngindən asılı olmayaraq Azərbaycan adına gələnlər sevinç və huzurun yaşandığı yurdun həqiqətini də öz gözləri ilə gördülər. Gözlərindəki şahidlər isə hər vaxt onlara bu məkanı xatırladacaq. Qətorə Nəbiyeva, Vüqar Məmmədov, Space. Və bir həftədən sonra Avropa oyunlarının bağlanış mərasimində bizi hansı sürprizlər gözləyir? Daha möhtəşəm və daha yadda qalan olacaq. Erməni lobbisinin yeni hədəfi Bakı 2016 şahmat olimpiyadası. Avropa oyunlarından mat qalan ermənilər olimpiyadaya necə mane olmaq istəyir? Avropa İnsan Hüquqları Məhkəməsində tarixi qərar. Laçınlı məcburi köçkünlərimiz Ermənistana necə qalib gəldi? Və qara cinayətin ağ üzü. Birləşmiş Ştatlarda irqi zəmində növbəti faciə. Ağdərili cinayətkarın həbs görüntüləri niyə böyük qalmaqala səbəb oldu? İndi bu idman bayramının başa çatmasına bir həftə qalıb və açılış mərasimi olduğu kimi hazırda ən çox müzakirə olunan məsələlərdən biri də elə bağlanış mərasimidir. Maraq o qədər çoxdur ki, bağlanış biletləri cəmi 2 gün ərzində satılıb bitdi. Bir sözlə, hamı açılışda olduğu kimi bağlanışda da böyük bir şou gözləyir. Elə bu mərasimdən biz, azarkeşlər, hansı sürprizləri gözləyə bilərik sualı ilə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərova müraciət elədik. Mən birbaşa artıq bağlanış mərasimi haqqında sual vermək istərdim. Ola bilsin ki, hadisələri biraz qabaqlayıram, amma bu möhtəşəm açılış mərasimindən sonra bütün diqqətlər bağlanış mərasiminə yönəldi və təsadüfi deyil ki, biletlər də artıq satış üçün nəzərdə tutulan biletlər də artıq satılıb bitib. Sir deyilsə, bağlanış mərasimində bizi hansı sürprizlər gözləyir və ən azı açılış mərasimi qədər də möhtəşəm olacaqmı? Əvvəldən gizlətdiyimiz açılış mərasiminin senarisi kimi bağlanış senarisi də çox məxfi saxlanılır. Bu bilərəkdən belə olur. Çalışacağıq ki, bu senaridə əvvəlkinin təkrarı olmasın. Bu daha maraqlı, daha möhtəşəm və daha yadda qalan olacaq. Elçin müəllim, ümumiyyətlə bizim vətəndaşlarımızın oyunlara marağı necədir? Yəni ki, söhbət bağlanış və açılış mərasimindən yox, sırf oyunlara alınan biletlərlə bağlı. Yəni, maraq hansı səviyyədədir və siz bu maraqdan razısınızmı? Çox razıyıq. Nəyə görə? Əvvəldən biz belə düşünmürdük ki, bütün idman növlərinə bu qədər maraq olsun. Artıq bəzi idman növlərinin bəzi yarışları var ki, biletlər tam satılıb. Bu çox gözəl göstəricidir. Yəni, idman obyektində azarkeşlərin çox olması bu bir çox hadisələrdən xəbər verir. Yəni, tamaşaçı gələrkən təkcə Azərbaycanlı idmançıya yox, idmana demək, azarkeşlik etməlidir, idmana baxmalıdır, ondan zövq almalıdır, seyr etməlidir. Söz yox ki, bu biletlərin satılışında bəzi yeni idman obyektlərini ziyarət etmək siyasəti də var. Bu da normaldır. Və çox razıyıq ki, belə bir biletlərin satışında bu qədər bizim uğurlarımız var.
Ekim müəllim, səhv etmirəmsə, siz həm də Atletlər kəndinin merisiniz. Yəni sizin həmin o ərazidə böyük bir səlahiyyətləriniz var. Ümumiyyətlə, həmin bu Atletlər kəndində vəziyyət necədir? Yəni atletlər bu yaradılan şəraitdən razıdırlarmı? Əgər biz bütün obyektləri, yəni idman və yarış obyektlərini, qeyri-yarış obyektlərini sıraya qoysaq, Atletlər kəndi keyfiyyətinə, marağına, insanların sayına, funksiyasına, işçilərin sayına görə birinci yer tutur. 1300-ə yaxın bizim işçi orada çalışır. İdmançılar çox razıdırlar, çox xoşbəxtdirlər ki, belə bir şərait, olimpiya standartlarına uyğun olan bir şəraiti yaratmaq biz nail olmuşuq bu 2 ildə. Otaqlar çox genişdir, böyükdür, onlar üçün bütün şərait var. Mən hər dəfə bir ölkənin olimpiya komitəsinin başçısı ilə görüşürəm. Bir gündə təxminən 7-8 ölkə ilə görüşürəm və hər dəfə eyni sual verirəm. Əgər hansısa bir şikayətiniz, hansısa bir istəyiniz varsa, deyin mənə. Hər şey yaxşıdır, hər şey normaldır. Biz sizdən çox razıyıq. Sözsüz, bu da bizim kollektivin zəhməti nəticəsində başa gəlib, bunu qeyd etmək lazımdır. İş davam edir, 24 saat kənd fəaliyyət göstərir. Orada, bayaq dediyim kimi, çoxlu şirkətlər çalışır. Burada yemək məsələləri var, ictimai yaşa məsələləri var, təmizlik, mühafizə və s. Nəqliyyat məsələləri var. Hər şey öz qaydasında gedir. Çalışacaq ki, qonaqlarımız son günə qədər heç bir şikayət tapmasınlar. Ekim müəllim, Avropa oyunlarının dünyaya çatdırılmasında xüsusi rolu olan şəxslər haqqında danışacağım. Siz artıq bildiyiniz kimlər haqqında, xarici jurnalistlər haqqında. Biz onların qələmindən çıxan informasiyalar, onların obyektivindən çıxan informasiya eyni zamanda həm də bu oyunların dünyada tanıtımına böyük bir vəsilə verir. Ümumiyyətlə, biz bir çox müsbət reaksiyalar gördük həmin o jurnalistlərin özlərinin bu qısa bir müddət ərzində, burada olduqları müddət ərzində. Ümumiyyətlə, siz də onlarla ünsiyyətdə olmuşsunuzmu? Onların reaksiyası, onların fikirlərlə bağlı maraqlanmışsınızmı? Hansı fikirlər var? Çox maraqlıdır ki, bu dəfə gələn jurnalistlərin çoxusu birinci dəfə olaraq Bakıya gəlir və yaxud da Bakıya çoxdan gəlmirdilər. Və onları maraqlandıran birinci sual ondan ibarətdir ki, bu qədər sürətlə şəhəri dəyişmək mümkün ola bilməzdi. Bunun sirri nədədir? Və biz söhbət təkcə Bakı Avropa Oyunları Əməliyyat Komitəsindən getmir. Burada bütün şəhər infrastrukturu dəyişib. Biz onu hiss etmirik, çünki burada yaşayırıq günbəgün. Amma onlar onu hiss edirlər. Stadionlardakı vəziyyət, könüllülərin əhvalı, komandanın bu oyunların keçirilməsində olan hazırlığı, bunlar hamısı bütün onların yazacağı materiallara təsir edən amillərdir. Və bugünə qədər hələ ki heç bir şikayət və yaxud da hər hansı bir amil tapılmayıb ki, desinlər ki, siz bunu etmədiniz. Bilirsiniz, açılış mərasimi haqqında hələ də yazılır və hesab olunur ki, bu ən mötəbər olimpiyadaların açılışına bərabər bir hadisə baş verib. Biz çalışacağıq, bağlanış da ona bərabər olsun və ondan daha artıq olsun. Çalışacağıq, açılış mərasimində baş verən bəzi qüsurları aradan qaldıraq. 60 minə yaxın olan tamaşaçısı olan bir stadionu idarə etmək çətindir. Biz də öyrənirik və çalışıram və bilirəm ki, bağlanış mərasimində nəinki jurnalistlər, hətta bizim öz tamaşaçılarımız %100 razı qalacaqlar. Yəni, başqa sözlə, necə xoş təəssüratla gəliblərsə, 2 qat daha çox xoş təəssüratla da biz onları yola salmalıyıq. Çox sağ olun, Ekim müəllim, suallarımızı cavab verdiniz. Erməni lobbisinin yeni hədəfi Bakı 2016 Şahmat Olimpiyadası. Avropa oyunlarından mat qalan ermənilər olimpiyadaya necə mane olmaq istəyir? Avropa İnsan Hüquqları Məhkəməsində tarixi qərar. Laçınlı məcburi köçkünlərimiz Ermənistana necə qalib gəldi? Və qara cinayətin ağ üzü. Birləşmiş Ştatlarda irqi zəmində növbəti faciə. Ağdərili cinayətlərin həbs görüntüləri niyə böyük qalmaqala səbəb oldu? Ailəm başqa aləmdir. Biz bir-birimizi sözsüz anlayırıq. Lap oyundakı kimi. Anamız nə sevir? İnək, çələk, çələkli inək,
Çələli çuda. Buna əvvəlcədən deyərlər. Bizimkilər südlü çudanı dolğun çiyələk dadına görə sevirlər. Bir də ki, o təbii süddən hazırlanır. Buna görə də ailəmiz üçün belə faydalıdır. Mən bir də oynayardım. Sevdiyim çuda. Wow. What? Huh? Ela! Süper! Ha? Aferin Floyd. Dadına bakın. Necədir? Portakalı dadmağın daha bir yolu. Hey! Hey! Whenever I lose, I keep on fighting. Whenever you run, I keep on fighting. It's a never-ending story. You play all your games. Şəhərdə qarşına nə çıxar bilmək olmaz. Amma bir şeyi dəqiq bilirəm. Bu toz duman içində saç dərimizin nəfəs almağa ehtiyacı var. Mənim seçimim Clear'dir. Saç dərisini dərindən təmizləyir, kəpəyi yox edir. Clear'la dərindən təmizləmə, həmişə kəpəksiz. İstidən əziyyət çəkəndə, ürəyin sıxılanda, Qapi Palpi götür. Aç, sərinlən. Ləzzətli portağal lətli Qapini meyvə tərabətindən həzz al və hər qurtumda yumraqlıq hiss et. Qapi Palpi. Çalxala və iç. Ehtiyatlı ol. Təlaşdan sonra dərinin yanmasına, sənin yolunda durmasına imkan vermə. Dərini lazımınca soyut. Həssas dəri üçün Nivea-Men təraş sonrası sərinləndirici losyon yanmanı aradan qaldırır və tərkibində spirt və mentol yoxdur. Nivea-Men gün səndən başlayır. Nadia Comaneci Olimpiya oyunlarında 10 xal qazananda bir çox valideynlər uşaqlarını gimnastika məşqlərinə yazdırdı. Zico dünyanın ən yaxşı oyuncusu seçiləndə gənclər idman köynəklərinin arxasına 10 rəqəmi tikdirdi. Namiq Abdullayev Olimpiya çempionu olanda idmanımız hamı üçün qürur mənbəyinə çevrildi. İlk Avropa oyunları ilə bu cür tarixi məqamları birlikdə yaşayaq. Həyatınız oyunlarla, xoşbəxt anlarla dolsun. Kefri Plus maksimal müdafiə üçün əla hopturma qatına malik nazik gündəlik bezlər. Kefri Plus naziklik üstəgəl əla müdafiə. Hər gün anı yaşamaq üçün bir şansdır. Hold my Pepsi. Guarda mi Pepsi. Hold my Pepsi. Sadəcə Pepsi sınağını qəbul et. Hər ay yeni sınavlar ilə Pepsi sınav başlayır. Həyatdan fərqli şəkildə ləzzət almaq üçün Pepsi.az-a daxil ol. Ey rəfiqələr, qalxın divandan. Hamıya çıxacaq nəhəng Max fanlar. Heç nə demək olacaq eləcə. Əyləncə partlayışı hiss et içində. Dənələri çoxdur, dadlı marmalar. Tutulma əgər deyilsənsə eksponat. Karamel babasıdır bu. Zövq üçün daha çox Max Fan əylənmək üçün. Həyəcan verici əyləncənin dadı. Dirol 2 yeni dadı təqdim edir. Kişilər üçün nanəli tərxun, qadınlar üçün çiyələk və gilas. Mauro Icardi ehtiraz buhtası çox... Uşaqlar, Dirolumu heç kim götürməyib. Yeni Dirol kişilər və qadınlar üçün. Bax ha, səhv salma.
daha səs-küylü olan dünyada səssizliğinlə hər şeydən üstün ol. Yeni Axe Black. Kişilər üçün premium ətir. Bəlkə gedək saçlarımızı boyadaq. Keçən dəfədən 2 ay keçib. Mənim ehtiyacım yoxdur. Saçlarını mənsiz boyamısan. Heç nə eləməmişəm. Demək olar heç nə. Yeni göy üzüm və soflorlu Lipiti Marsilye şampunu boyamış saçları möhkəmləndirir və onların rəngini qoruyur. Lipiti Marsilye, təbii ol. Erməni lobbisinin yeni hədəfi Bakı 2016 şahmat olimpiyadası. Avropa oyunlarından mat qalan ermənilər olimpiyadaya necə mane olmaq istəyir? Avropa İnsan Hüquqları Məhkəməsində tarixi qərar. Laçınlı məcburi köçkünlərimiz Ermənistana necə qalib gəldi? Və qara cinayətin ağ üzü. Birləşmiş Ştatlarda irqi zəmində növbəti faciə. Ağdərili cinayətkarın həbs görüntüləri niyə böyük qalmaqala səbəb oldu? İlk Avropa oyunları ilə bağlı bütün dünyada apardıqları qarayaxma aksiyalarının bir puç olduğunu görən erməni diasporu indi hədəfini Bakı 2016 şahmat olimpiyadasına kökləyib. Ermənilər xüsusilə internet resurslarında aktivləşərək bu olimpiyada ilə bağlı Azərbaycan əleyhinə çağırışlar etməyə başlayıblar. Göründüyü kimi onlar öz köhnə xasiyyətlərindən əl çəkmirlər. Elə Beynəlxalq Şahmat Federasiyası da ermənilərin narazılığına baxmayaraq verdiyi qərardan əl çəkmək fikrində deyil. Ermənilərə gedin şahmat oynayın deyərək mədəni formada yola salan Beynəlxalq Şahmat Federasiyasının rəhbəri Kirsan İlümjinov bir daha bəyan edib ki, Azərbaycan belə bir mötəbər tədbiri keçirməyə layiqdir və bu olimpiyadada məhz Bakıda baş tutacaq. 10 yaşlı İbrahim Əzizov bir ildir ki şahmatla məşğuldur. Atasının istəyi ilə şahmata yazılan balaca İbrahim getdikcə öz də boyunun vurğunu oldu. Deyir, gələn il ölkəmizdə keçiriləcək şahmat üzrə olimpiya oyunları onun üçün oyunlarına vurğun olduğu xarici şahmatçıları, xüsusilə sevdiyi şahmatçı Magnus Carlsonu görmək imkan yaradacaq. Getmək istəyərdim, oradakı güclü şahmatçılarla görüşərdim. Onları da həm də tanıyardım və görərdim. Öyrənmək istəyərdim onlardan nəysə. Çünki onlar daha güclü, daha artıq neçə illərdir şahmatla məşğuldurlar. Bunun üçün onlardan nəysə öyrənmək istəyərdim. İbrahimlə daxil olmaqla digər gənc şahmatçıların məşqçi müəllimi kimi 8 ildir çalışan Raul Guliv də deyir ki, Dünya Şahmat Olimpiyadası öz miqyasına görə çox möhtəşəm yarışdır. 200 ölkə nümayəndəsinin qatılacağı turnirin istər gənc, istərsə də peşəkar şahmatçılarımıza böyük əhəmiyyət kəsb edəcək. Məhz güclü rəqiblərlə sağlam rəqabət olarsa, bu cür mötəbər turnirlərdə uğur qazanacağımızın şansı artır. Əmindir məşqçi müəllim. Azərbaycanın elita səviyyəsində şahmatçıları, kifayət qədər şahmatçıları var. Azərbaycan yığmasının tərkibində bunlar yəni həmin turnirdə iştirak edəcəklər. Mən fikirləşirəm ki, Azərbaycan şahmat olimpiyasında indiyə qədər uğurla çıxış eləyib. Hətta Azərbaycan bilirsiniz, Avropa çempionluğu var. 2 dəfə Azərbaycan Avropa çempionu olubdur. Mən fikirləşirəm ki, bu turnirin Azərbaycanda keçirilməyi bizim şahmatçıların üstündə bir belə deyək, stimul olacaq. Onlar bu turnirdə uğurla çıxış edəcək. Amma təəssüf ki, gözlənilən bu böyük idman bayramının məhz Bakıda baş tutmasını arzulamayanlar da var. Bakı 2015 Avropa oyunlarının möhtəşəm açılışı və uğurlu startı daim Azərbaycanın əleyhinə kampaniyalar aparan Ermənistanın hədəfini dəyişməsinə rəvac verib. Son günlər erməni internet istifadəçilər dünya şahmat sevərlərin əsas daxil olduğu internet resurslarında Azərbaycan əleyhinə fəal anti-PR kampaniyası aparmağa başlayıblar. Xüsusilə Chezdom.com beynəlxalq şahmat saytında çoxlu sayda erməni istifadəçi tərəfindən Azərbaycanda idmançılara yaradılan şəraitin beynəlxalq standartlara uyğun olmadığı, onların təhlükəsizliyinə zəmanət verilmədiyi haqqında iddialar yerləşdirir. Bütün bunların müqabilində ermənilər 2016-cı ildə şahmat olimpiyadasının Bakıda keçirilməsinin mümkünsüzlüyü haqqında fikirlər yazıb. Beynəlxalq Şahmat Federasiyasından bu qərarına yenidən baxmağı tələb edirlər. Bəzən isə sərsəm bəyanatlarla Azərbaycan barədə mənfi imic formalaşdırmağa çalışırlar. Necə ola bilər ki, erməni idmançı Bakıya getsin? Axı o orada 5 saat şahmat oynamalıdır. Bu zaman ərzində onlar nəyə düşünəcəklər? Şahmatı, yoxsa necə sağ qalmağı? Maraqlıdır ki, olimpiyadanın
Bakıda keçirilməsi haqqında qərar 3 il əvvəl verilib. Həmin vaxt Bakının namizədliyinə ciddi etiraz edən Ermənistan nümayəndə heyətinin üzvü Şahmat Akademiyasının prezidenti Sımbat Lüpüçyan Olimpiyada Bakıda keçirilsə erməni idmançılar orada olmayacaq deyə açıqlama vermişdi. Adama deyirlər güya 20 il ərzində heç bir erməni idmançı Azərbaycanda keçirilən yarışlara qatılmayıb. Güya ermənilər bilmir ki, hazırda Bakıda keçirilən Avropa oyunlarında iştirak edən, hətta medal qazanan onların həmyerlilərinə Ermənistana ən yüksək səviyyədə təhlükəsizlik təminatı verilib. Üstəlik indiyədək ölkəmizdə keçirilmiş ən müxtəlif idman yarışlarında Ermənistan və digər ölkələrin yığmalarının tərkibində üst-üstə 70-dən çox erməni idmançı iştirak edib və onların təhlükəsizliyi tam təmin olunub. İdman rəsmilərimizin buna cavabı isə özünü çox gözlətmədi. Gənclər və İdman naziri Azad Rəhimov bu olimpiyadanın Bakıda ən yüksək səviyyədə baş tutacağını açıqladı. Ofis tutulub, işçi qrupu öz işini başlayıb, çoxlu xarici fiziyanın nümayəndələri Bakıya tez-tez gəlirlər. Bizim planımız var, cədvəlimiz var. O cədvəllə də işlər aparılır və biz belə düşünürük ki, hal-hazırda bizim heç bir problem bu sahədə yoxdur. Mən tam şəkildə bu işlərin gedişinə razıyam və biz çalışırıq ki, onu nəzarət edək və hansı məsələlərdə problem yaratır kömək edək. Siyasəti idmana qatmaq istəyən qüvvələr, xüsusilə erməni lobbisi imkan düşdükcə Azərbaycanı ləkələmək, hər vəclə gözdən salmaq və 2016-cı ildə Bakıda keçiriləcək şahmat olimpiyadası ilə bağlı qara PR kampaniyasını bütün dünyaya yaymaq istəyir. Bakı 2015 Avropa oyunlarının açılışının canlı şahidi, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlüncunovun ermənilərə verdiyi tutarlı mesaj isə bu baxımdan çox dəyərlidir. Azərbaycan həm öz təcrübəsi, həm tanınmış şahmatçıları, həm də iqtisadi imkanları ilə şahmat olimpiya oyunlarını keçirməyə ən layiq ölkələrdən biridir, deyib İlüncanov. Ermənilərin bütün iddialarına gəldikdə isə şahmat rəsmisinin cavabı qısa olub. Gəlin şahmat oynayaq. İsmail Vədəli və Etibar Məmmədov, hər həftə. Avropa İnsan Hüquqları Məhkəməsində tarixi qərar. Laçınlı məcburi köçkünlərimiz Ermənistana necə qalib gəldi? Və qara cinayətin ağ üzü. Birləşmiş Ştatlarda irqi zəmində növbəti faciə. Ağdərili cinayətlərin həbs görüntüləri niyə böyük qalmaqala səbəb oldu? Anonsdan da gördüyünüz kimi bu həftə bizim üçün daha bir xoş xəbər Fransanın Strasburg şəhərindən gəldi. Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası Azərbaycanın Çıraqov və başqaları Ermənistana qarşı şikayət ərizəsi üzrə qərar çıxardı. Bu qərar bizim üçün əhəmiyyəti nədir? Növbəti materialda. Strasburg məhkəməsi 10 ildən sonra çıxardığı qərarında bir neçə Azərbaycanlı məcburi köçkününə qarşı mülkiyyətin toxunulmazlığı, şəxsi həyatın toxunulmazlığı və ədalətli mühakimə hüququ maddələrinin davamlı pozulduğunu bildirib. Laçın rayonundan olan şikayətçilərin ərizəsi ilə bağlı məhkəmə Ermənistanın Dağlıq Qarabağ və ona bitişik ərazilərə effektiv nəzarət etdiyini və nəticədə Laçın rayonunun Ermənistanın yurisdiksiyası altında, yəni nəzarəti altında olduğunu təsdiq edib. Strasburg məhkəməsi eyni zamanda şikayətçilərə öz mülkiyyətlərinə sahib olma və ya kompensasiya almalarına icazə verməməyin haqlı olmadığını hesab edib. Bu qərar bizim üçün çox böyük bir qələbədir. Ona görə ki, Azərbaycanda 1 milyona yaxın qaçqın və məcburi köçkün var və Laçın rayonunun sakinləri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarı digər məcburi köçkünlərə imkan yaradacaq ki, onlar da pozulmuş mülkiyyət hüquqlarının bərpası, buna görə Ermənistandan təzminat tələb edilməsi istiqamətində fəallaşsınlar. Öz evindən, el obasından zorla çıxarılan, qovulan məcburi köçkünə çevrilən digər Azərbaycan vətəndaşları da mülkiyyət hüquqları pozulan Laçınlı məcburi köçkünlər kimi hərəkət edə biləcəklər. Bu isə onlar barəsində də analoji qərarın çıxarılmasına səbəb olacaq. Bununla yanaşı, ilk dəfə olaraq məhkəmə vasitəsilə BMT-nin məlum 4 qətnaməsi əsas gətirilib və Ermənistanın işğalçılığı təsdiq edilib. İlk dəfə olaraq Ermənistan dövlətinin təcavüzkar olması barədə məhkəmə qətnaməsi çıxarılıb. Bu baxımdan məlum qətnamə Azərbaycan dövləti üçün, onun məcburi köçkünə çevrilən vətəndaşları üçün əhəmiyyətli qərardır. Ən əsası, Avropa Məhkəməsinin bu qərarı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi məqsədilə aparılan diplomatik danışıqlarda Azərbaycan tərəfinin arqumentlərini daha da gücləndirən hüquqi sənəd oldu. Daha bir vacib qərar isə Birləşmiş Ştatların Charleston şəhərinin məhkəməsi verməlidir. Cənubi Karolinada tarixi kilsədə qətliam törədən ağdərili şübhəli şəxsə qarşı
9 nəfərin qətlə yetirilməsi ithamı irəli sürülüb. 21 yaşlı Dylan Roof adlı bu gənc ağdərili Amerikalı kilsədə 87 yaşlı qadınla daxil olmaqla 9 nəfəri öldürdükdən və digər 3 nəfəri yaraladıktan sonra Şimali Karolina ştatına doğru istiqamət götürüb. Polis orqanlarının açıqladığı məlumata görə Dylan Roof kilsəyə daxil olaraq hamı ilə birgə dini dərslərdə iştirak etdikdən bir saat sonra ayağa qalxaraq mən qara dərili insanları öldürməliyəm deyib. Bu yaxınlarda Dylan Roofla əlaqə saxlayan dostunun isə onun qara dərilərdən şikayət etdiyini və qara dərilər dünyanı ələ alır və ağ irq naminə kimsə bununla bağlı nə isə etməlidir dediyi bildirib. Hadisə Amerikada irqi zəmində törədilmiş böyük bir faciə kimi ciddi narazılığa səbəb olub. Hətta iş o yerə çatıb ki, Amerikanın qara dərili prezidenti Barack Obama da Amerikada hələ də irqçilik probleminin mövcud olduğunu etiraf edib. Prezident bu kimi halların normal qarşılanmasını istəmədiyini və tez bir zamanda Konqresin silahlarla bağlı qanunu nəzərdən keçirməyi tövsiyə edib. Söhbət 20 yaşına qədər uşaqların üzərində icazəli silah gəzdirməsi qərarından gedir. Amma ən çox müzakirəyə səbəb isə 9 nəfəri qətlə yetirən bu gənc oğlanın polisin necə rəftar etməsi olub. Belə ki, polis gənclə kifayət qədər sakit və təmkinlə davranıb. Halbuki bir müddət əvvəl küçədə sadəcə səs salır deyə qara dərili bir gəncə polis tərəfindən ciddi təzyiq göstərilib, zor tətbiq edilən gənc, zənci gənc xəsarətlər alıb. Bu hadisələr arasında müqayisələr aparan minlərlə sosial şəbəkə istifadəçisi Amerika hökumətini və polisini irqi ayrı seçkilikdə ittiham edib. Bu həftəlik və bu günlük bu qədər. Bu həftə bizim baxış bucağımıza düşən mövzular bunlar idi. Növbəti həftə eyni vaxtda görüşmək ümidi ilə mən sizinlə sağollaşıram. Bir qədər sonra hər gün idman verilişi ilə bu gün əldə etdiyimiz medallar və idman xəbərləri ilə tanış ola biləcəksiniz. Sağ olun, salamat qalın.